Salam, verilmiş sualda tənliklər sistemini həll etmək, kökləri x-in və y-in qiymətinə bərabər olan kvadrat tənlik qurmaq lazımdır. Tənliklər sistemimizi həll etmək üçün deməli birinci tənlikimizi 2-yə, ikinci tənlikimizi 5-ə vururuq. Onda alınır bizim nəticəmiz 4x üstə gəlsin 10y bərabər 26 və 5-i 3x çıxı 2y bərabər -9-a vuranda 15x çıxılsın 10y bərabərdir -45-ə. 10y və deməli -10y toplayanda bizdə alınacaq 0. Onda 4x-in üstünə 15x gələndə eləyir 19x. 26-nın da üzərinə -45 gələndə nəticəmiz eləyəcək -19. Daha sonra x-in qiymətini tapanda 19 vurmadır. Vurma da yerini dəyişəndə olur bölmə. -19-u -19-a böləndə nəticəmiz düşür -1. -1-də istədiyimiz tənlikdə yerinə qoya bilərik. Mən birinci tənlikdə yerinə qoyuram. 2 vurulsun -1 üst-üstə gəlsin 5 vurulsun y bərabərdir 13-ə. 2-ni -1-ə vuranda eləyir -2, üstə gəlsin 5y bərabərdir 13-ə. -2 yerini dəyişir olur müsbət. 13-ün üstünə 2 gələndə eləyir 15. Daha sonra y-in qiymətini tapanda vurma da yerini dəyişir olur bölmə. 15-i 5-ə böləndə cavabımız düşür 3. İndi verilən biz köklərimizə nəzərən kvadrat tənlik quracağıq. X-imiz -1 idi, y-imiz də 3 idi. Biz ilk öncə x-in y-in cəmini tapırıq. -1 üstə gəlsin 3 eləyir 2. Daha sonra x və y-in həcmi tapılır. Deməli -1 vurulsun 3 eləyəcək müsbət 3. Kvadrat tənliyimiz bu şəkildə olur. X kvadratı üstə gəlsin px üstə gəlsin q. Deməli p burada bizdə köklərimizin cəmi olur. Əks işarə ilə q isə bizim hasilimiz olur. Bizim cəmimiz 2-dir və əks işarə ilə götürəndə olur -2. Hasil isə öz işarəsindən olur, onda olur -3. Deməli kvadrat tənliyimiz bu şəkildədir. X kvadrat çıxı 2x çıxılsın 3 bərabərdir 0.